Deməli, bu kameranı alandan bu mikrofonu istifadə etmək mənə nəsib olmayıb. Bilmirəm, qoşuldu bu. Qoşuldum. Burada taxıram, belə professional görsənsin. Deməli, bugün toya gedirəm. Vlog çəkməyə fikrim yox idi. Dedim, toya gedirəm. Bəlkə bir makyaj eləyərəm. Makyaj sizlə paylaşaram. Bu toy makyajım deyil. Səhər yeməyinə getmişdim. Səhər yeməyindən gəlmişəm. Nə etməliyik? Bugün indi nə edəcəyik? Saçıma maska qoyacağam. Maskasız ümumiyyətlə, bəlkə də ən son saçıma maska qoymadan, maskanı saçımda saxlamadan nə vaxt çimişəm yadımda deyil. Və bunu istənilən, məsələn, indi bugün toya getməliyəm, saat 3-dür demək olar ki, amma mən geciksəm belə saçıma maska qoyacağam. Maskanı 1-2 saat saçımda saxlayacağam, çiməcəm. Nəysə, maska hissəsini sizə göstərəcəm, sonra makyaj hissəsini sizə göstərəcəm. Toya bəlkə toyda çəkərəm, bilmirəm. Burada çox tanıdığım adamlar yoxdur. İzləyənlərdən xahiş edirəm ki, kanalıma abunə olsunlar. Mikrofonumu bağlayım. 1-1-2-2. Mikrofonu, bu kameranın alanda mikrofonu da almışdım, amma ilk dəfə də istifadə edirəm. Həmişə yadımdan çıxır. Əslində rahat imiş, əlimdə tutmaya ehtiyac yoxdur. Belə, bay. Gedim maskalarımı gətirim, baxaq. Deməli, maskanı almışdım əslində tökülmənin qarşısını almaq üçün, amma dib üçün olan tökülmək üçün, o birini saçı yumuşaltmaq üçün. O birindən çox razıyam. Yəni, çiməndən sonra saçım dəhşət yumuşaq olur. Çiməndə də, sonra daramaq da daha rahat olur. Amma tökülməyə qarşı çox da effektiv deyil, amma çox uzadır. Bunu dib boyamdan bilirəm. Normalda bir ay sonra məndə o dib boyası çıxmağa başlayır. Bu dəfə 2 həftəyə, məsələn, mən baxıram ki, orada nə qədər qara saç çıxıb. Rahat bu qədər qara saçım çıxır 2 həftəyə. Məncə superdir. Matsunun Türk markasıdır. Diblərinə vurulan maskasıdır. Məncə uzadan budur. Bu da Matsunun nəmləndirən kremidir. Sən yazılmışdı ki, 1 saat saxlaya bilərsiniz, amma mən maksimum 3 saat saxlayıram da rahat. Bəzən olur ki, 3 saatdan da çox. Evdə olduğum günlər və yaxud da harasa gedəndə belə, məsələn, o dəfə qızlarla hovuza getmişdik. Hovuza getdiyim gün bilirdim ki, saçımı yumalıyam, məsələn, gec gələcəm. Çıxmazdan əvvəl saçımın diblərini vurdum. Yəni, vecimə deyil ki, saçım yağlı görsənir, kimsə elə biləcək saçım yağlıdır, nədir, çox da maraqlı deyil. Mənim üçün əsas saçımın tez uzanmasıdır, sağlam olmasıdır, nəmlənməsi, tökülməsinin azalması. Bunlardan da saçımın diblərini masaj edirəm. Özümə masaj aparatı almışdım, onu da sizə göstərəcəm. Üstündəki köynək qardaşımındır. Qardaşımın köynəyini maska elədim. Görürsünüz. Hardan biləcək ki, salfetka ilə siləcəm, mamamın üstünə atarım. Heç kəs bu köynəyi geyindiyimi görmədi. Bağışdım amma. Mamam videolarımı izləyir, tutulacam, amma gec tutulacam da, ucuday olub bitəcək. İndi YouTube videolarını editləyirəm, bir yandan da işləyirəm. 1 saatda gözləyim, saçımın maskası ucu 1 saat olub, 1 saatda gözləyim, ondan sonra yuyacam. Makyajımı da siləcəm, makyajımı heç silmək istəmirəm. İlk gün ərzində makyaj edeyim, sonra onu silim, sonra təkrar makyaj edeyim. Elə bilirəm ki, nəsə itirdim, nəsə bir boşluq yarandı məndə, nəyimisə itirdim kimi hiss edirəm belə. Qəribə bir şeydir, bilmirəm tək məndədir ya yox, nəysə. İndi makyajımı da bir yerdə silərik. Belə, nəysə, mən biraz işləyim. Ona kimi də maskam tam otursun. Silindi. Deməli, çimib çıxdım, sizə bir şey göstərmək istəyirəm. Dırnağımın, deməli, bu hissəsi qırılıb, bu hissəsi.
və çiməndə saçım hər dəqiqə ona ilişirdi. İndi siz düşünün ki, mən nə formada çimişim. Nəysə. Deməli, özümə belə bir şey almışam Rossmanndan. Gəlin, açaq baxaq. İçində, deməli, açısı var, pinseti var. Burada balaca pülkası var. Bu da dırnaq üçündə, bu da dırnaq tutandır. Bu hissəsinə baxaq. Burada da belə sancaqlar var, iynə sap var. Yəni, çox yaxşıdır. Səyahət üçün də çox yaxşıdır. Beləcə də, yəni, üstündə gəzdirməyə, sumkaya atmaq, bu yolda nəsə olar, lazım olar. Belə, indi dırnağımı biraz pikalayacağım ki, əlimi saçımı vura bilmirəm. Bir də dırnağıma lak koyacağım. Ayaq dırnağıma. Burada artıq toya gecikdiyim üçün tez-tez makyaj eləməyə başlayıram. Saçımı yudum, biraz düzəltdim, forma verdim. İndi isə makyaja keçdim. Makyaj olaraq əslində ağlımda xüsusi bir makyaj yoxdur. Olsa belə düz ona vaxtım yox idi. Ona görə gündəlik makyajımı elədim. Fərqli nəsə eləyəndə belə düzü məndə gündəlik elədiyim makyaj kimi görsənir. Belə burada istifadə elədikcə hansı məhsulları, onları sizə bir-bir göstərirəm. Burada laynerimi üzümə yayıram və əlimlə tez-tez düzəldirəm. Çox belə detallı üstündə işləmirəm ki, o düzəlməlidir. Ümumiyyətlə məndə belə bir şey var. Makyajda nəysə səhv edirəmsə, onun üçün bir də durub makyajı mümkün deyil ki, təmizləyim. Yəni mümkün deyil də. Nə olsa belə, üzüm çox pis günə qalsa belə, üstündən necəsə belə tez-tez düzəltməyə çalışıram, amma ondan bir kölgə, bir rəngli nəsə qalsa, elə o formada da saxlayıram. Çünki düz xüsusi bir makyaj olsa, təbii ki, öz toyum, öz nişanım və ya da çox sevdiyim, yaxın olduğum bir insanın toy makyajı olsa, 100% ki, buna xüsusi diqqət yetirərəm. Amma əks hallarda çox da vecim olmur. Bu elə gündəlik makyajlarıma da aiddir. Burada daha sonra makyajımın çox hissəsini bitirdim. İndi isə üzümə rumyana vururam. Mən ümumiyyətlə əvvəllər rumyana vurmağı heç sevmirdim. Bir anda necəsə, yəqin ki, yenə Instagram, TikTok, orada o qədər görürük ki, artıq gördüklərimizi sevməyə başlayırıq. Amma yaxşı ki, bu görüb həqiqətən də nəticəsini bəyəndiyim bir trend oldu. Trend deyəndə, bilmirəm tam trend demək olar ya yox. Daha sonra gözümün içinə ilk dəfə də karandaş vururam. Normalda mən uşaq vaxtı bir neçə dəfə toya gedəndə etmişdim və mamam həmişə mənə deyib ki, sənin gözünün içinə heç nə yaraşmır, heç nə vurma, gözün pis görsənir. Elə o həmişə belə bu formada deyib deyə mən də buna inanmışam. Amma bugün vurandan sonra fərqinə vardım ki, əslində o qədər də pis deyil. Bundan sonra tətbiq edə bilərəm. Makyajım belə oldu. Saçım biraz istəyirəm burada proşkalarla yığım, ancaq çolkamı açım, amma nəysə, indi çolkamı biraz da forma verəcəm. Makyajım belə oldu. Bilmirəm, qaranlıq idi. Nə etdiyimi heç özüm də bilmirəm. Belə, dedim gəlim işıqlı bir yerdə sizə də göstərirəm. Normalda gözümün içinə karandaş çox vuran deyiləm. Bu karandaşı da yeni almışam. İlk göz içi karandaşımda da. Mən bəyəndim. İndi paltarımı geyinim. Nişan başlayıb. Nişan başlayıb. Bu təəccüblü deyil, gecikliyim. Məqsədim 1 saatdan çox gecikməməkdir. 1 saatdan çox gecikmirəmsə, bu mənim tez çatmağımdır. Nəysə, indi gedim hazırlaşım, çox danışmayayım, onsuz da gecikirəm. Ümumi lokumda bilmirəm, qaça-qaça çıxmalıyam, çatdırsam çəkəcəm. Mahv oldum. Külək necə vurdu, gözüm axır, burnum axır. Bir ağlamışam. Elə görürsən bu dəqiqə. Gözümün içi qızarıb, burnum axır, külək vurdu. Bir şey ayağımı cırmaqladı. Gərək yemi vaksin vurdurum. Qırmızı şut düşsəydi üzümə. Qırmızı şut. Aa, qırmızı şut var burada. Getdi. Nerdadır? Aa, yenə düşüb. Yenə getdi. Sabah Aynur Məhəmməd mən görüşəcəyik. Qeybət eləyəcəyik. Neysə, ciddi almıram. Və danışacağıq ki, kimin nə teması var, kimin yeni məlumatı var, köhnələrdən kim neynir. Qrupda demək olar ki, heç kəsi bəyənmirdi, elə üçümüz idi yaxın. Bəyənmədiyimiz hamının qeybətini eləyəcəyik, hamının. Belə. Danışımı vloga qoyasın. Qoyalım, danışdıq dediyin sözlər. Dediyin sözləri vloga qoysam, səbəbsinin linç eləyərlər. Mənə deyərlər ki, bunu... Ay, olmaz, qoya bilmərəm. Tələm tələsiyə çıxdım, amma yaxşı, saçım falan qışam. Şeyma çox şirin qızıydı, belə gülürdü, eləyirdi, gözləri balacalaşırdı. Qıvırcıq saçlı qızıydı və çox adam qıvırcıqlar saçını düz edir axı sonra. Özü qıvırcıq da buraxmışdı, çox belə təbii, şirin görsənirdi, gəlinliyi də belə sadə bir şeydi.
Bir dənə diqqətimi çəkən toyda ağ geyinən kişi çox idi. Bəyin özü də ağ geyinmişdi. Bəydən əlavə 2 dənə də ağ geyinən kişi gördüm. Hətta bir dənəsi ağ şalvar geyinib, ağ pencək geyinib, qırmızı da tişört geyinib. Mənim gördüyüm toylarda gördüyüm ən unik kombinlərdən biri idi. Mən sənin danışdıqlarımı geriyə ancaq sansürlüyüm. Sənin danışdıqlarımı qoysam ayıb olar. Qoya bilmərəm. Belə, neysə, yaxşı kameramı bağlayıram. Murad biraz pis danışır. Ona görə kameramı bağlayıram. Mən viddə gəlmişəm. Bir də mənim vidimə baxın. Tipimə, üzümə. Üzümə baxın. Üzümdəki yorğunluğu görürsünüz. Evə necə çatdım bilmirəm. Çox yorğunum. Dəhşət yorğunum. Neysə. Bir də makyajımı təmizləsəm. Saçımı düzəltsəm. Hər şey həll olacaq. Rahatlayacağım. Hələ işləməliyəm. Video editləməliyəm. Instagram üçün qəşəng video çəkmişəm. Mənim məsələn belə şeylər, xırda şeylər xoşbəxt deyib. Çünki məsələn mənim yorğunluğum getdi. Instagram üçün çəkdiyim video yadıma düşdü. Bütün yorğunluğum getdi. Yorğun deyiləm. 2 də gəl. Nəysə, gəlin indi nə edəcəyik? Sizə bəzi gecə rutinlərimi bölüşmək qərarına gəlmişəm ki, video biraz uzansın. Yəni bu videonu ikinci gün nəsə çəkib ardına qoymayım deyə bu dəqiqə bilmirəm nə edeyim. Amma doğrudan sizə axşam saç rutinini göstərəcəm. Ümumiyyətlə belə hardasa 2 gündən bir gün, 2 gün ya, normalda 1 gündən bir saç diblərimə serum vururam ki, tökülməsinin qarşısını alsın və saç tökülən insanlar istəsə bundan istifadə edə bilər. Düzdür, dərman, vitaminlər çox içirəm. Çox deyəndə D vitamini içirəm. Bir də multivitamin deyil, dəstəkləyici bir hapdır. Vitamin də deyil, belə müalicəvi bir şey də deyil. Nəysə, paylaşaram. Nəysə, bu ikisini içirəm. Saç diblərimə yaxşı baxıram, maskalayıram və saç tökülməm çox azalıb. Çox yəni. İndiki 2 qat azalıb, 3 qata yaxın azalıb, 2-5 azalıb, 3-4 qat da azalsa super. Yəni məndən xoşbəxt yoxdur. Nəysə. İndi gəlin o rutinin bir hissəsini sizə göstərim. Serum budur, kerastlasan, saç diblərinə vururam, masaj edirəm və məndə artıq bitir. Mən deyəsən Sephora'dan zakaz vermişdim ya da Douglas'dan. Sizin belə qəribə batil inanclarınız var. Mən məsələn bunu dedim. Saçımın arxa hissəsinə pis davranıram. Mən elə gəlir ki, arxa hissəsi eşidəcək indi bunu. Və ucu başlayacaq saçımın arxası tökülməyə. Belə qəribə inanclarım var mənim. Amma məncə tək mən deyiləm. Məncə düzdür. Saç bizi eşidir. Saçın vuruqları sabaha düzləşməsin niyə belə vurdum? Buralarında 2 dənə, buradan 2 dənə qoşmuşam. Ki, çolka hissəmi belə qalsın. Saçım yaxşı olanda, makyajım yaxşı olanda, qaşım alınmış olanda xoşbəxt oluram. Sabahda işə xoşbəxt getmək istəyirəm. Çünki 5 gün işləyəcəm. Sabahdan 5 gün ard-arda işə gedəcəm. Yudum. Bu məşhur flamingolu salfetka ilə sildirəm üzümü. Flamingo idi. Yo, bu nə idi? Quşuydu da. Flamingoya oxşayır, amma deyil. Qaz idi bu. Heç üzümə serum vurma halım yoxdur. Ona görə bunu vuracağam və yatacağım. Bunu da güya səpki üçün almışdım. Heç bir xeyri yoxdur. Ya da var, mən bilmirəm. Mən hiss eləmirəm, yəni. Trend yoldan almışdım. Fikirləşirəm, bəlkə trend yoldan almışam deyə fake'dir. Salamlar. Sabahınız xeyir. Deməli, dedim ki, vlogu bağlamazdan əvvəl istədim sizə saçımı açmış formasını göstərim. Gəlin saçımı açaq, görəyim, işə gecikirəm. Mənim işə gecikib, amma bir dənə hərəkətlərimin yavaşlığına, sakitliyinə bir dənə baxın. Başım donub, kondisiyonda yatmışam. Elə biləm ki, heç nə eşitmirəm. Nəsə, yanımda bir gür səs çıxsa, elə biləm ki, o səsi eşitləyəcəm. Onun prosto burasını, bu özünün belə satan şeylərini bağlamaq lazımdır. Mən o birisini tapa bilmədim.
Mən görə məcbur balaca rezin elədim, amma saçı yoruldu. Mənə gəl saç qına salır. Güneş yoxdur bugün. Bilmirəm, yaxşı bir şeydir əslində, çünki güneş kremi olmadı. Bir də üzüm səpib. Gəlin açıq saçımı. Ortadan keçirmişdim. Görürüm. Aha. Burada da yumru edib bunu ortadan keçirmişdim. Bunu buraya atmayaq yerə. Normal hesablaşır. Hə. Sonra giririk buradakini açırıq. Ay, biraz saçım yanır. Elə bir ki nachos var. Çox az. Çok kalan değil bu indi böyle artistliğe. Güzel bak. Ben bu kadar da şiş olmağını istemedim. Güzel oldu. Dün böyle değildi.